Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi Peşəfest tədbiri bu dəfə Xaçmaz rayonunda keçirilib. Peşə öyrən gələcəyini qur devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyır. Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri müavini Nihat Muxtarlı, eləcə də rayonun dövlət və özəl qurumlarının rəhbər şəxsləri, İctimaiyyət nümayəndələri iştirak ediblər. Festivalın açılış mərasimində çıxış edənlərin gələcəyin peşələri barədə məlumatlılığının artırılmasında Peşəfest kimi interaktiv tədbirlərin rolunu xüsusi vurğulayıb və yeniyetmələri bu fürsətdən səmərəli istifadə etməyə çağırıblar. Daha sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər, yeniyetmələrin və onların valideynlərinin suallarını cavablandırıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Peşəfest 2025 tədbiri keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd yeniyetmələrin və gənclərin əmək bazarının tələblərinə uyğun olaraq peşə və ixtisaslar barədə məlumatlandırılması, onların gələcək karyeralarında, seçimlərində bu peşələrdən haqqında artıq məlumatlı olandan sonra bu peşələri seçmələrinə dəstək olmaq, karyera məsləhəti vermək və onları gələcək əmək bazarına ilkin hazırlıq mərhələsindən keçirməkdən ibarətdir. Peşəfest 11 rayonda keçirilməsi nəzərdə tutulub, artıq bu 10-cu tədbirimizdir, Xaçmazda baş tutur. Peşəfestdə ümumilikdə 14 peşə üzrə maarifləndirici tədbirlər təşkil olunub. Festival iştirakçıları bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar. Qeyd edək ki, Peşəfest 2025 oktyabrın 22-sində Bakıda Baku Crystal Hall'da keçiriləcək tədbirlə yekun vurulacaq. Elvin Qudratov, Xanlar Qaraca, bu gün informasiya proqramı üçün.